Salam hörmətli izləyicilər, bugün mən sizinlə biber turşusunu, daha doğrusu biberin qışa hazırlanmasını göstərəcəyim. Bunun bir neçə növü var. Deməli, biberin qışa hazırlanmasının dəqiq 3 üsulunu bildirəm. Mən indi sizə həm sadə, həm gəlkökü və istiotla, həm də ipə düzmə üsullarını ayrı-ayrılıqda göstərəcəm. Birinci üsul üçün biberlərin, deməli, birinci üsul üçün mən biraz kiçik biber götürəcəm. Biberlərin baş hissəsini kəsib, bu hissədən 2 ədəd yarıq hazırlayırıq. Başını kəsmiş olduğum, görürsünüz, başını kəsmiş olduğum biberin bu hissəsindən bıçaqla ehmalca 2 yerdən deşəcəm. Bir o yüzdən, bir də bu yüzdən. Bu formada biberlərimi hazırlayıram. Biberləri hazırladım. İçini yumuş olduğum bankanın içine ehmalca biberləri səliqə ilə imkan daxilində nə qədər imkan varsa kip formada yığırıq. Bir tərs bir düz qoya bilərsiniz. Belə olanda yerə gördüyünüz kimi daha çox qənaət olunur. Bir tərs, bir düz. Bu üsul ən sadə üsuldur. Mən biberi gördüyünüz kimi bankayı tamamen kip formada imkan daxilində ara buraxmadan yığdım və indi mən onun arasına dəfnə yarpağı salacağım. Təxminən 3-4, hətta 5 list ola bilər. Çubuqlu da salıram, heç bir fərqi yoxdur. Və dənə qara istiot atacağım. Təxminən 6-7 ədəd. Daha sonra üzərinə qaynar su əlavə edəcəm və ağzını bağlayacağım. Duz əlavə etmirik. Niyə? Çünki 2 saat sonra içine əlavə etmiş olduğumuz qaynar suyu çölə atacağıq. Yeni qaynar su içine tökəcəyik. Təbii ki, içine tökdüyümüz qara istiotun çölə düşməməsini təmin etmək şərti ilə. İndi üstünə qaynar su alaq, bu bankamızı qoyaq kənara, digər turşuları hazırlayaq və daha sonra ard-arda göstərəcəm sizə. Keçirik ikinci üsula. İkinci üsulda isə yenidən biberləri eyni qaydada təmizləyirik. Biber təmizləndi, eyni qaydada içinə yarıqlar əlavə etdim. Deməli, ikinci qaydamızda isə sarımsaq istifadə olunur. Bankanın dibinə 3-4 ədəd sarımsaq atıram. 1 ədəd yer kökü atıram. Daha doğrusu 1-2 qıça. 2 list dəfnə yarpağı. Təxminən 2-3 ədəd qara istiot. İstəsəniz zövqə görə 1 ədəd qoyun. Və ardından eyni qaydada səliqə ilə biberləri bankanın içine yığırıq. Bir tərs, bir düz. Baxın, 1 ədəd başı yuxarı qoyuram. 1 ədəd başı aşağı qoyuram. Biberləri doldurdum. İndi mən kənarlarına da 2 ədəd, 3 ədəd artıq zövqünüzə görə yer kökü salıram. Dəfnə çubuğu. Dəfnə yarpağı. Yenidən sarımsaq. Yenidən qara istiot. Qara istiotumuzu atdıq və təxminən 1 ədəd bütün formada şüy ən son etapa qoyulur. Üzərindən basın. Əlimdəki banka 950 qramlıq mayonez bankasıdır. Yəni 1 litr belə götürüm. Bezbaloy bankadır. Bunu normal qapaqlı bankayla da edə bilərsiniz.
Bir dolu xörək qaşığı duz tələb edir. Bir dolu üstü belə təpələmə xörək qaşığı duz. Duzunu da tökdük. Üzərinə tam çıxana qədər qaynar su əlavə edirik. Yaxşı bağlandığına əmin olmaq üçün bankanı ağzı kənara dəsmalın üzərinə qoyub hərəkət etdiririk. Daha sonra qapağı yenidən yüngülcə açırıq. Gördüğünüz kimi biber suyu, biberi deşmişik. Biberler suyu çəkəcək içine. Yenidən üstüne suyu əlavə edirik. Bankanı yüngülcə dövəcləyirik. Bir neçə dəqiqə gözləyək. Əgər yenidən su lazım olsa əlavə etməliyik. Yetərlidir artıq. Bankanın qapağını bu dəfə tamamən dala qabağa eləyə möhkəmcə bağlayırıq. Nəzərinizə çatdırım ki, bu süfrəyə verilmək üçün hazırlanan biber növü idi. Digəri isə istədiyiniz zaman qışda açıb həm elə belə yeyə bilərdiniz, həm də tutmalarınızın içinə. Məsələn, kələm tutması tutursunuz. Marketdə olan qışda biberlər şirin biber formasında olsa da, acı biber formasında olsa da şirin çıxırlar. Bu mənim dəfələrlə başıma gəlib. Ona görə də qış üçün turşuların içine dökmeye, yemeklerin içine dökmeye çok rahat üsuldur o üsul. Bu ama sırf yemek üçündür. Yani açırsınız ve yeyirsiniz. Belə deyim. Və bankamız hazırdır. Mən indi onu qaranlıq mühitdə istədiyən arasında bir gün baş aşağı saxlayacağım. Duz və sirkə yuxarı qalxsın. Sirkə turşunun üstündə qalmasın, tam içine girsin diye. Daha sonra artıq bir həftədən sonra turşum hazır olacaq. Ancaq təbii ki mən onu qışda istifadəyə verəcəm. Bu bizim ikinci üsulumuz idi. Siz ikinci üsulumuzu tamamen tanış oldunuz. Birinci üsulumuzun yanına gedək indi. Görək birinci hazırlamış olduğumuz acı biber neyindir? Üzərinə su almışdıq. Qaynar su almışdıq. Gördüğünüz kimi hələ də suyun içindədir. Mən indi onun birinci suyunu atacağım. Bunu necə eləyəcəm? Süzgəc vasitəsilə ağzına süzgeç koyuruq ki, içine koyduğumuz qara istiot dənəcikləri çölə atılmasın. Suyunu atırıq. İstiotların içine qaytardım. Yenidən üzərinə artıq bu dəfə duz tökürük. Bir dolu xörək qaşığı. Buna az da tökə bilərsiniz. Mən elə bir xörək qaşığı istifadə edirəm. Və ən son etapda üzərinə bir ədəd sarımsaq qoyuruq. Qaynar su tökürük. Buna da təxminən 6-7 damcı sirkə əlavə edirəm. Və ağzına qapaq qoyuram. Qapağı möhkəmcə sıxırıq. Banka istidir, əlim yanır. Ağız aşağı çeviririk. Bir neçə dəfə hərəkət etdiririk. Və acı biberimizi qışa hazırladık. Üçüncü ən asan üsuldur. Ancaq yalnız tutmaların içine qatmağa və daha sonra əzib istəsəniz əzməklə yeməklərin içine qatmağa istifadə edə bilərsiniz. Yəni siz bunu özünüz yeyə bilməyəcəksiniz, belə deyim, götürüb tutma kimi. Biberləri eyni qaydada öncə
Yüngülcə başını kəsirik. Deşirik. Deşməsəniz də olar, ancaq mən deşirəm. İynə-sap götürürsünüz. İynə-sap olmasıyla beləcə başından tikdim. Gördüyünüz kimi. İndi sapları belədir, baxın. İndi bunu birləşdirəcəm və asacağım. Olduqca ləzzətli, maraqlı resept sizlə bölüşməyimə çox şadam. Ümid edirəm ki, siz də bizim bu reseptlərimizi bəyənirsiniz və ümid edirəm ki, bizim haqqımızda yaxınlarınızla bölüşəcək, like edəcək, fikirlərinizi bildirəcəksiniz. Dəyərli vaxtınızı ayırdığınız üçün və diqqətiniz üçün ayrıca minnətdarım. Təşəkkürlər.